Selamlar bizi izleyen hamıya. Keçən həftələrdə traktor oyunlarında bir çox hadisələr yaşandı. Ancaq həmişə olduğu təkin bu hadisələr nə İran rəsmi dairələrində, media orqanlarında, nə də opozisyon mərkəzi media tərəfindən ciddiyə alındı və ya müzakirə edildi. Bunların ən başında gələn ırqçılıq və ya rasizm məsələsi oldu. İkinci məsələlərdən biri ədəbsizlik və qadına qarşı sözlü şiddət və ya zorakılıq oldu. Bu növ hadisələr təzə deyil, uzun keçmişi olan olaylardır. Necə ki, keçmişdə dəfələrlə görmüşük, təəssüflə gələcəkdə də görəcəyik. Buna əsasən biz inanırıq ki, Azərbaycanlılar və İranın içərisində yaşayan bütün türklər olaraq mərkəzi medianın ümidimizi kəsməliyik və öz məsələlərimizi özümüz dilə gətirməli, tartışmalı, analiz etməli və sənədləşdirməliyik. Bu doğrultuda biz Azərbaycanın siyasi-ictimai fəalları və elm insanlarını əlimizin çatdığı qədərilə dəvət edib fikirlərini, görüşlərini və məsələlərimizə münasibətlərini sizinlə paylaşmağa çalışacağıq. Ümid edirik ki, gələcəkdə aydınlarımız və elm insanlarımız öz fikirlərini paylaşmaq üçün Ətəkyazı və Azərbaycan Civic Nation ilə irtibata keçsinlər. Bugünkü qonağımız çox dəyərli jurnalist və yazar Riza Talibidir. Riza bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün çox təşəkkür edirik. Sizə sualımız İranda olan axır traktor oyunlarındakı hadisələri necə görürsünüz? Bunları özəlliklə toplum üzərindəki etkiləri nələrdir və olaylara faşistik bir baxış açısı ilə baxmaq mümkünmü? Mən də salam deyirəm sizə və bütün izləyicilərə hər vaxtınız xeyir olsun. Əlbəttə bu çox geniş bir mübahisədir. Faşizm məsələsi, amma təəssüflə zamanımızda bütün dünyada faşizmin yüksəlişini biz görürük. Bu sadəcə İran coğrafiyasındakı olan məsələlərlə əlaqəli deyil, bəlkə dünya ona doğru gedir. Özəlliklə futbol məsələsində danışdığımız zaman futbol və siyasət hər zaman iç-içə olubdur. Yəni baxdığımız zaman Franco dövründəki İspaniyadan tutub ta Nazi Almaniyası və Salazarın dövründəki Portekizdə də elə bu şəkildə futbol və ya idman və vərziş və ya spor dediyimiz hər nəysə diktatorlar və faşizm yönlü hərəkət edən bürokratların əlində bir vəsilə olmuşdu. Yəni, məsələ Salazarın dediyi futbol, Fado, Fiesta və ya Fatima məsələsi bunlarla 40 illik bir hökumətini Portuqalda və ya Portekizdə dirəklərini möhkəmlətmişdi. Və yaxud hatırlarıq ki, Olimpiyat oyunlarında Hitlerin zamanında o zamanki Aryan ırkının üstünlüyünü danışdığı zaman bir Floridalı, bir siyahi və ya qara dərili altın medalları qazandıqdan sonra onun da bu düşüncəsi suya düşmüşdü. Yəni bunları tez geçirəm ta El Salvador və Hondurasın futbol savaşına qədər və ya Arjantində bunu istifadə edərək futbolla əlaqəli ta Afrika ölkələrinə, ən kasıb ölkələrə ki, görürük ki, Malidən, Nicerdən yüksək dərəcədə futbol stadları yaranır, halbuki millət aclıqdan ölür. Mən məsələni əsasdan çox yanlış görürəm. Yəni İranda gedən proseslər futbol üzərində qutuplaşmalar və halbuki bu futbolu hakimiyyət əlində həm ayrışmaya və həm də daha çox radikal düşüncələri yaymaya əllərində olan bir proses olaraq görürəm. Təəssüflə İranda indiki vəziyyətdə həm sağın yüksəlişi ilə bərabər düşünürün və aydının da olmaması səbəb olur ki, bu məsələ millətlərin içərisində çox yaygın bir şəkildə ortada olsun. Bu sadəcə futbol məsələsində deyil, bütün kümələşən və bütün gettolaşan xalqlar içərisində bunu görürük. Çünki əzilmiş olan xalqlar və gettolaşan, kənarda olan xalqlar, bunun nümunələri təbii ki, Amerikada olan qaradərili xalqların həm musiqisi, həm idmanı və həm danışığı, literaturu çox daha fərqli olur. Bunları hər hansı bir meydan verilmədiyi halda görürük ki, sözlər və söyləmlər daha radikal, daha kəskin və hətta bəzən də cinsiyyətli sözlər olur. Bu ortamı yaratmaqda da hakimiyyətin də əli vardı və beləcə bir ortamda iki qutubun yaratması ilə bərabər bir yandan daha çox üzərində, yəni nümadim baxdığımız zaman Persepolis adındakı olan bir futbol takımı, digər yanda da traktor
adı altında türkləri orada kümələşdirib və bu şəkildə iki qutbluq və radikallaşmayı yayır. Əlbəttə biz heç bir zaman intizarımız olmamışdı ki, belə bir ortamlarda İran hakimiyyəti çalışsın ki, ədaləti riayət etsin. Çünki heç bir zaman ədalət və hürriyyət İran hakimiyyətində yerini bulmamışdır. Təəssüf edirəm bunu da deməliyik ki, traktor məsələsi ortaya gələndən sonra təbii ki, çox insanlar buna pozitiv baxar. Bir yandan təbii ki, xalqın həyəcanları və xalq içərisindəki gedən gedişatı konsolizə edib, kanalizə edib və o şəkildə bunu istifadə edə bilirdi. Amma bir yandan da səbəb oldu ki, çoxlu Azərbaycanda və türklərin vasitəsində olan bilimsel, kültürel etnikliklər də etkinliklər də bunun gölgəsinin altında qalsın. Futbol tabii ki bir oyundur və sporda insanlar çalışırlar ki, orada birgəliyi və vəhdəti və öz ictimaiyyətinə aid olan faktorları ortaya qoysunlar. Amma təəssüflə bəzən də bayaq işarət etdiyimi bu qısa bir tarixsel sürəcin içərisində də hakimiyyətlər də ondan istifadə edə bilər. Traktor məsələsində tabii ki mən çox istərdim ki, ən azından bu strateji bəlkə yanlış ola bilərdi. Yəni biz traktor məsələsində dünyada çoxlu örnəklərimiz vardı. Ondan Kataloniyada, Barselonadan istifadə edərək və ya Təncə Morokoda, Mərakeşdəki onların futbol takımından daha ziyadə bu normativ və yaygın şüarlardan ziyadə və daha təpkisəl və reaksionel məsələdən ziyadə yaratıcı bir məsələyə ayaq qoymamız lazımdır, örnək olmamız lazımdır. Mən məsələ Təncədəki olan o futbol azərkeşlərin nümayişlərinə baxdığım zaman görürəm ki, insanlar həm bölgəsəl sorunlarını və həm də orada azadlıq, hürriyyət və siyasi məsələ və hətta məhbus olan şəxslərin də sözlərini çox harmoni bir şəkildə ortaya qoyurlar. Futbol bir harmoniyadır, futbol bir yaxınlaşmadır, futbol bir isyandır, futbol bir demək olar ki, aşağı kastın, əzilmiş kastın isyanıdır. Bunu daha öncə özəlliklə Bayern Münih və ya Bayer Leverkusen məsələsində Almaniyada da görürük. Leverkusen daha çox burjuva və daha çox üstün şəxsləri xitab edərək Bayern Münih daha çox karyer və əməkçi kəsimin futbol takımı olmuşdu. Traktor deməli bu belə bir çəmbərin içərisində yer alıbdır. Bir yandan belə bir ittihamlar olur ki, hakimiyyətə bağlı ola bilər və o çərçivədə oynaya bilər. Bir yandan başqa bir çarə yoxdur. Elə bir atmosferdə traktor üçün bir alternativ də yoxdur və bu ikiləm və paradokslar məsələsinin içərisində sən gərək mərkəzdən finans patronlarının oradakı paraların pompaladığı takımlarla və klublarla mübarizə edəsən. Bu finansı bəzən məcbur olursan ki, başqa yerdən təmin edəsən və bu o zamana qədər ki, finans təbii ki, xalqın özündə o qədər bir qüdrət yoxdur ki, xalq tərəfindən gəlməsə də, təbii ki, səni də yönləndirəcəklər. İran məsələsində futboldan ziyadə faşizm və ırqçılıq sadəcə futbolda deyil, voleybolda, güreşdə və fərqli şeylərdə, hətta deməli ola bilər ki, insanları bəlirli şəkildə seçmələrdə məhrum etməklərdə bunu da görürük. Bu futbol məsələsi ilə sadəcə qısıtlanmır. Bunu deməliyəm ki, bundan sonra da məncə hər hansı bir aydın və hər hansı bir düşünür, indiyə qədər də təəssüf edirəm ki, Azərbaycanın içərisində də copy-paste və geçmiş məsələləri təkərrürdən sonra bir çarə buna tapmayıbdır. Açıq, aşkar, çıplaq bir şəkildə bir faşizm vardı və bu da sadəcə türklərin üzərində deyil. Bu faşizm, futbol faşizmi vardır, cinsiyyət faşizmi vardır, ekonomi faşizmi vardır, siyasət, su, torpaq, mədən və hər türlü faşizm və dediyimiz şəkildə kələbək və ya kəpənək etkisi şəkildə bunlar hamısı bir-birini etkiləyir və bir etkiləşim içərisindədirlər. Mən düşünürəm ki, nə yazıq bunu deməmiz lazımdır ki, elə bir belə ortamda
Hər hansı bir çözüm buna yoxdur. Hər hansı bir yol dəyişdirmə yoxdur və deməli sadəcə təkcə bir çözüm qalır. Traktor azarkeşləri və traktor məsələsini önəmli bulan və görən insanlar təbii ki, bir strateji dəyişdirməyə doğru getməlidirlər. Bir yön vermə, bir bayraqdarlıq etməlidirlər. Traktor sadəcə şəxsi və vaxtsi gedənlərin traktoru deyil. Traktor sadəcə təpkisəl və deməli olar ki, müvəqqəti və keçici olaraq bəzi reaksiyaların traktoru deyil. Traktor instagramlaşmamalıdır. Traktor zaten bəzi kanalların məsələsində su tökməməlidir. Müstəqil olaraq daha çox düzgün literatur, ədəbiyyat və marş yaratmalıdır. Siz baxdığınız zaman minlərcə traktora marş yazıblar. Amma minlərcə oxumaq yaradır. Amma bunlar heç biri təsir qoymur. Bunlar Instagram və məcazi dünyanındır. Gerçək millətin gerçək dərdləri traktordan deməlidir. Necə ki, oradakı oturan qadın, oradakı əkinçi, oradakı demək olar ki, traktor şoförü özünü traktorla bağlaşdıra bilsin. Əgər bunlar olmazsa, sadəcə bir oyun gəlib keçər, bir-birinə yaman yoğuz deyərlər və ondan sonra da bu da bitər. Ayrıca bir məsələ də vardır. Doğrudur, futbol mahiyyətinin içərisində söyüş demək, daha çox çirkin sözlərdən istifadə etmək bir yayğın halə gəlmişdir. Ancaq traktor da bu məsələdə örnək ola bilər. Bu traktor Azərbaycan üçün bir hədəf deyil, Azərbaycan üçün bir araçdır. Traktor olmaz, sabah başqası da ola bilər. Ancaq elədir ki, biz başqaların etdiyi, başqaların yanlışlarına görə düşməməliyik. Hətta əgər ədalətsiz də olsa, hətta əgər onlar bizə söyüş desələr də, yaman desələr, biz başqa alternativ yaradıb onlara cavab verməliyik ki, ən azından bəzi çevrələrdə traktorun öndərliyini düşünür, aydın və birikimli insanlar aparmalıdır. Traktorun öndərliyini kim aparırsa, elə o cür bir topluma da onu məhkum edəcəkdir və təəssüflə biz bu çəmbərin içərisində çıxmayacaq. Çünki qarşı tərəf dəyişməməlidir, biz daha dəyişib və gəlişdirməliyik özümüzü. Çox təşəkkür edirik Rza bəy, həm vaxt ayırıb bizimlə bu ətraflı məsələləri və fikirlərinizi paylaşdığınız üçün. Sağ olun. Çox sağ olun, minnətlər.